Fantastik film axtarışında olanlar ekrana biraz daha yaxın əyləşsinlər. Cadugar. Bəzən dünyanı xilas etmək üçün qəhrəmanlara deyil, ən qorxunc adamlara belə ehtiyac olur. Dünyanı gözləyən fəlakətlərə qarşı ABŞ hökuməti gizli bir plan qurur. Bu plan sadə və ölümcül dərəcədə risklidir. Məqsəd ən qorxunc məhbusları bir araya gətirib onların xüsusi gücündən istifadə etməkdir. Gəlin bu məhbusların bəzisi ilə yaxından tanış olaq. Deadshot hədəfi heç vaxt qaçırmaz peşəkar sui-qəsdçi Joker və onun keçmiş dəlisov sevgilisi Harley Quinn, alov və yanğın gücünə sahib El Diablo və gənc arxeoloqun daxilində yaşayan fantastik güclərə sahib iblis cadugar və beləcə intihar dəstəsi yaranır. Lakin ABŞ hökumətinin hesablamadığı bir məqam var. Bu dəstənin daxilində bəlkə də ən möhtəşəm gücə sahib cadugar bir toxunuşla azad olur və insanlığın sonunu gətirməyə çalışır. Midway City-də hücum olub. Naməlum varlıq. Amanda Waller'i öz heyvanxanası ilə birlikdə ora göndərin. Artıq bu dəstə kənar düşmənlərə qarşı deyil, öz daxillərindəki düşmənə qarşı döyüşmək məcburiyyətindədirlər. Fantastik və möhtəşəm süjet xətti ilə dolu olan bu filmi mütləq şəkildə izləməlisiniz. Bu filmin adı İntihar Dəstəsi.